Məşhur görücü Vanga həyatı kimi ölümündən sonrakı həyatı da fərqli oldu. Vanganın 85 illik ömründə minlərlə kəhanəti olub. 1990-cı illərin əvvəllərində Azərbaycanla bağlı şok edici proqnozlar verib. Jurnalist Vangaya Azərbaycan və Qarabağ haqqında sual verdi. Cavabında isə Vanga deyir: "Siz çoxlu qan olan ölkədən gəlmisiniz. Uşaqların ağlamağını eşidirəm. Öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaqlar uğrunda mübarizə aparırsınız. Məğlub olacaqsınız. Bu hələ başlanğıcdır. Bədbəxtlik gətirən qızıl görürəm. Bütöv xalq zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin. Onlar dözəcək, lakin təslim olmayacaqlar. Sonra onlara öz torpaqlarının sahibi olmaq qismət olacaq və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar." Deyilən kəhanət və indiyə qədər baş verən hadisələr Vanganın kəhanətinin necə də düzgün gerçəkləşdiyini göstərir. 1993-cü ildə alınan müsahibə və dediyi kimi baş verən hadisələr. Son 6 il və biz o zaman müstəqil olacaq. Videonu bəyəndiysəniz, bəyənib abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın.